Hal-hazırda Akademik Oper və Balet Teatrının qarşısındayıq. Aprelin 29-da saat 19-da Leyli və Məcnun tamaşası oynanılacaq. Başrollarda əməkdar artist Lalə Məmmədova və əməkdar artist Səbuh İbayev iştirak edəcəklər. Biz də daxil oluruq məşq zalına, eksklüziv olaraq bu görüntünü sizə təqdim edəcəyik. Beləklə getdik. Nəzərinizə çatdırım ki, məşqlərə əməkdar incəsənət xadimi Hafiz Quliyev və əməkdar artist Elxan Mansurov rəhbərlik edir və artıq daxil oluruq tamaşa zalına. Beləklə tamaşa zalındayıq və eksklüziv olaraq görüntünü sizə təqdim edirik. İndiyə qədər bu görüntüləri izləməmişsiniz. Beləklə yavaş-yavaş biz də zala doğru, daha doğrusu səhnəyə doğru gedirik. Səbuh geç. Geç. Çox olmasına icazə verilmir. Ona da biz qısaca olaraq sizə təqdim edirik. 29 apreldə görüşək.